11 illik riyaziyyat test toplusu, faiz nisbət tənasüb bölməsi, ikinci başlıq, ədədin faizinin tapılması faiz, birinci sual, plana görə tornacı 400 detal hazırlamalıydı. 400 detal hazırlamalıydı. O planı 110% yerinə yetirdi. Tornacı neçə detal hazırladı? Demək ki, plan 100%'dir. Buraya yazırıq faiz, buraya yazırıq detal. 400 detal hazırlamalıdır. O planı 110% yerinə yetirdi. 110%'i neçə detaldır? Tornacı neçə detal hazırladı? Düz mütənasib asıllıqdır. Deməli, 100x bərabərdir 110 vurulsun 400. X bərabərdir 110 vurulsun 400 bölünsün 100. X bərabərdir 440. Düzgün cavabımız 440. Y variantı. Bunu başqa yolla da yaza bilərik. 400'ün 110%'ni hesablamaqla yaza bilərdik. 400'ün 110%'ni tapmaq üçün 400'ü 110'a vurub 100'ə bölmək lazımdır. İxtisarımızı aparsaq verir bizə 440. İkinci sual, yağlılığı 4% olan 12.500 kilogram südün tərkibində neçə kilogram yağ var? 12.500'ün 4%'ni tapacağıq. İxtisarımızı aparsaq da verir bizə 500 gram yağ var. Düzgün cevabımız D variantı. Üçüncü sual. A ədədi 75'in 24%. A bərabərdir 75 vur 24 böl 100. Bərabərdir. 4'də 3. O da bərabərdir. 4'dən də 24 getdi. 6, 18. Düzgün cevabımız A'ya uyğun oldu 18. B'ye bərabərdir 24'ün 75%'i. O da verəcəkdir bizə 18. Aralarındakı münasibətlərdən hansı doğrudur? A bərabərdir B'ye, o da bərabərdir 18'e. Düzgün cevabımız B variantı. Dördüncü sual. Tamaşa zalında 600 yer var. Bütün yerlərin 24,5%'i parterdə, qalanları amfiteatrdadır. Amfiteatrda neçə yer var? 600'ün ya belə elə bilərik. 600'ün 24,5%'ini tapırıq. Bərabərdir. Sarı getdi. Altında 24,5'ə vurduqda deməli 147 yer parterdədir. Amfiteatrda isə 600'dən çıxırıq 147 yer. Bərabərdir. Verir bizə 453 B variantı. Bu tapılmasının bir üsuludur. Digər üsulu isə bütün 100%'dir. 100%'dən çıxırıq 24,5%'i. 100%'dən 24,5% çıxdıqda 75,5%. İndi biz 600'ün 75,5'ə vurub 100'ə bölməliyik. Bərabərdir. 6'nı 75,5'ə vurduqda verir bizə 453. Beşinci sual. A ədədinin 30%'i B ədədinin 45%'nə bərabərdir. 30%'i onluq kəsir şəklində göstərmək üçün 100'ə bölürük 0,3. A ədədinin 30%'i 0,3 A'ya bərabərdir. B'nin 45%'i 0,45 B'ye bərabərdir. Deyir ki, B bölünsün 2A'nı hesablayın. Hər tərəfi 100'ə vursaq, bu verir bizə 30A bərabərdir 45B. Hər tərəfi 15'ə ixtisar eləsək, 2A bərabərdir 3B. A verir bizə burada 3K, B verir bizə 2K. Gətirib yerinə qoysaq, 2K, 2 vurulsun 3K bərabərdir 2K. Bölünsün 6K, ixtisarımızda aparsaq, K'ları da aparsaq, 3'də 1 və yaxud da ki, buradan da 2'ləri ixtisar apara bilərdiniz. Düzgün cavabımız 3'də 1 A variantı. 6. sual.
A ədədinin 25%, 25%, onluq kəsir şəklində göstərsək 100-ə bölürük, 0,25-ə bərabərdir. A-nın 25%, 0,25 A. B-nin 35%, 35% bərabərdir 0,35. Deməli, B ədədinin 0,35 B kimi ifadə edək. B ədədinin 35%-ni. Hər tərəfi 100-ə vursaq, 25A bərabərdir 35B. 5-ə ixtisar aparsaq, 5A bərabərdir 7B. Buradan A 7K, B isə 5K-ya bərabərdir. İndi bizdən nə istəyir? B bölünsün 5A. Bərabərdir. B-nin yerinə 5K yazdıq, A-nın yerinə də 7K yazdıq. 5-lər ixtisar getdi, K-lar ixtisar getdi, 1-in 7-yə nisbəti. Düzgün cavabımız B variantı. 7-ci sual. İki müsbət ədədin birinin 15%, digərinin 45%-nə bərabərdir. İki müsbət ədəd, biri A, biri B. Birinin 15%, 0,15A, digərinin isə 45%-nə bərabərdir. 0,45 B-yə bərabərdir. Bu ədədlərin cəmi 256-ya bərabərdir. Hələ ki sağ solu 100-ə vursaq, 15A bərabərdir 45B. Hər tərəfi 15-ə bölsək, A bərabər olacaqdır 3B-yə. Bu ədədlərin cəmi, yəni A və B ədədlərin cəmi 256-ya bərabərdir. A-nın yerinə 3B yazsaq, 3B plus B bərabərdir 256, 4B bərabərdir 256, B bərabərdir 64. Onları tapın. B 64-ə bərabərdir. Onda A bərabərdir 3 vur 64. O da verir bizə 192. 192, 64. Düzgün cavabımız A variantı. 8-ci sual. İki müsbət ədədin birinin 20%, 0,2A, digərinin 30%-nə bərabərdir. 0,3B-yə bərabərdir. Ona vursaq hər tərəfi 2A bərabərdir 3B. Buradan A bərabərdir 3K-ya, B bərabərdir 2K-ya. Bu ədədlərin fərqi 70 olarsa, yəni A minus B bərabərdir 70. A-nın yerinə 3K yazsaq, B-nin yerinə 2K yazsaq bərabərdir 70. Buradan K bərabərdir 70-ə. Buradan da 3 dəfə 70 verir bizə 210, 2 dəfə 70 verir bizə 140. Bizdən nə istəyir? Onları tapın. 210, 140. Düzgün cavabımız B variantı. 9-cu sual. Sxema buğdadan müəyyən itki ilə undan da müəyyən artım ilə çörək alınması prosesi verilmişdir. Verilənlərdən istifadə edərək neçə kiloqram çörək alındığını tapın. Deməli, 300 kiloqram un var imiş, 20% itkidir. 20% itkidirsə, 100%-dən 20% çıxsaq, verir bizə 80%. 300-ün 80%-ni tapacağıq. 300 vurulsun 80 bölünsün 100. İxtisar aparsaq verir bizə 240. 240 kiloqramdır. X bərabərdir 240 kiloqram. Bu unda 30% artım verir. Artım verirsə 100% plus 30% bərabərdir 130%. İndi biz 240-ın 130%-ni hesablayacağıq. Sıfırlarımızı ixtisar apardıq. 24 vurulsun 13 bərabərdir. Üç 312'ye bərabərdir. Düzgün cavabımız 312. 10-cu sual. Sxemdə buğdadan müəyyən itki ilə undan da artım ilə çörək alınması prosesi verilmişdir. Deməli, 400 kiloqram 20% itki, 100%-dən çıxırıq 20%-i bərabərdir 80%. 400-ün 80%-ni hesablayacağıq. İxtisar getdi, oldu 320 kiloqram. 30% artım dedikdə 100%-in üzərinə gəlirik. 30% verir bizə 130%. İndi biz 320 ədədinin 130%-ni hesablayacağıq. Sıfırları ixtisar aparsaq, 32-ni də 13-ə vurduq, verdi bizə
416. Düzgün cavabımız 416. 11-ci sual. Kvadratın tərəfini 10% artırdıqda sahəsi neçə faiz artar? Bunu iki üsulla həllini göstərəcəm sizə. Deməli, birinci kvadrat çəkək. Kvadratın tərəfini A qəbul edək. Əvvəlcə sahəsi olur A kvadratı. Kvadratın tərəfini 10% artırdıqda A 100% idi. Üzərinə gəldi 10%. Verdi bizə 110%. Bunu da ədədə çevirəndə verir 1,1. Deməli, A-nı 110% artıranda olur 1,1 A. Biraz böyüyür. Kvadratımız böyüyür. Olur 1,1 A. 1,1 A. İndi bunun sahəsi 1,1 A-nın kvadratı. O da verir 1,21 A kvadratı. Deməli, əvvəl A kvadratı idi, sonra 1,21 A kvadratı oldu. Kəmiyyətin dəyişməsini faizlə ifadə edək. Bunun üçün əvvəlki qiyməti məxrəcə fərqi surətə yazırıq. 1,21 A kvadratı minus A kvadratı. Faiz nisbətini tapmaq üçün 100-ə vururuq. Bərabərdir. Verir bizə 0,21 A kvadratı, məxrəcdə A kvadratı vurulsun 100. Bunlar ixtisar getdi. Bərabərdir 21%. Deməli, kvadratın sahəsi 21% artmışdır. Düzgün cavabımız 21. Tapılmasının indi ikinci qaydasını izah vereyim. Kvadratın tərəfini, deyək ki, bir kvadrat. Tərəfini 10 götürək. Sahəsi verəcəkdir 10'un kvadratı 100. Bu 10'u 10% artıraq. 10'un 10%'i eləyir 1. 10'da 1'i 1 eləyir. Artıranda 10'un üstə 1 gələndə verir bizə 11. Yəni kvadratımız böyüdü. Tərəfi oldu 11. İndi bu kvadratın sahəsi bərabərdir 11'in kvadratı 121. Əvvəl 100 idi, sonra oldu 121. 121'dən çıxırıq 100'ü. Bərabərdir 21. Asan tez tapılma yolu bu üsuldan da istifadə edə bilərsiniz. Amma birinci yol akademik yoluydu. 12-ci sual. Kvadratın tərəfini 20% artırdıqda 100% idi, 20% artırdıq, oldu 120%. O da bərabərdir 1,2. Deməli, əvvəl A idi, S bərabərdir A kvadratı. Sonra bu əvvəl, indi S sonra olur 1,2 A-nın kvadrata yüksəldəndə 1,44 A kvadratı. A-nın kvadratı. İndi kəmiyyətin dəyişməsini faizlə ifadə etmək üçün əvvəli məxrəcə fərqi surətə yazacağım. 1,44 A kvadratı çıxılsın A kvadratı vurulsun 100% bərabərdir. Verir bizə 0,44 A kvadratı. A kvadratı vurulsun 100% bərabərdir. A kvadratlar ixtisar getdi. 0,44'ü də 100'ə vuranda verir bizə 44%. Deməli, kvadratın tərəfini 20% artırdıqda onun sahəsi 44% artacaqdır. Düzgün cavabımız 44. 13-cü sual. Traktorlardan biri sahənin 30%'ini, deməli, birinci traktor 30%. Digəri isə qalan sahənin, nə qədər sahə qalıb? 100'dən çıxırıq 30'un, onun 40%'ini vururuq 0,4'ə. Şumladı, bərabərdir. 100'dən 30 çıxanda 70, 70'in də onda 4 hissəsi verir bizə 28%. Deməli, İkinci traktorda 28% şumlayıb. Sahənin neçə faizi şumlanmamış qaldı. 100%'dən çıxırıq birinci traktorun şumladığı, üstə gələk ikinci traktorun şumladığı bərabərdir 100%, çıxılsın 58% bərabərdir. 100'dən 58 çıxanda verir bizə 42%. Düzgün cavabımız 42. Bir sxem çəkim. Deməli, tam 100%'dir. 100%'dən 30% şumlanıb. 30% şumlanıb,
Qalıb da 70%. Digər isə bax bu 70-in 40%-ni şumladı. 70 vur 40 bölü 100. O da verir bizə 28. Deməli 28%-də 1 hesablayıb, şumlayıb. Hamısı 100% idi. 30% bir şumlanıb, 28% bir şumlanıb, qalıbdır 42%. 14-cü sual. Turistlər əvvəlcə gediləcək yolun 60%-ni, sonra qalan yolun ikinci 100%-dən çıxırıq 60%-i, qalan yolun 30%-ni qət etdilər. 30% də 0,3-ə bərabərdir. Hesablasaq, 100-dən 60 çıxanda 40, vurulsan 0,3, o da verir bizə 12%. Deməli, 100%-dən çıxırıq 60% plus 12% bərabərdir. 100 çıxılsın 72%, o da verir bizə 28%. Düzgün cavabımız 28. Və yaxud da ki, sxemlə yazsaq. Deməli, turist yolun 60%-ni gedib. Qalıbdır 40%. Sonra bax bu 40-ın 30%-ni gedib. 40-ın 30%-ni tapaq. Verir bizə 12. 12%-də 1 gedib. 40-dan 12 çıxa bilərsiniz. 28 və yaxud da ki, ümumi 100%-dən 60 ilə 12-nin cəmini çıxa bilərsən. Yekun cavabımız olacaqdır. 15-ci sual. Birinci gün mağazadakı ərzağın 30%, ikinci gün isə qalan ərzağın 50%-i satıldı. 100%-dən çıxırıq 30%-i. Onun da 50%, 50%-də 0,5-dir də, yəni 2də 1-dir, yarısıdır. Bərabərdir. 100-dən 30 çıxdıq 70, 70-in də yarısı verir bizə 35%. 2 gündə mağazadakı ərzağın neçə faizi tapıldı? Bu 2 gündə toplayaq. 30% plus 35% verir bizə 65%. Düzgün cavabımız 65. 16-cı sual. 2 müsbət ədəd A ədədi və B ədədi. Deyir A-nın 30%, yəni A-nın 30%, 0,3A. B-nin 40%-nə bərabərdir. B-nin 40%-nə 0,4 B-yə bərabərdir. Kiçik ədəd 15-dir. İndi fikirləşək görək, kiçik ədəd hansıdır? A-dır yoxsa B-dir? Diqqətlə baxsaq, böyük hissə 0,4-dür də. Deməli, kiçiyin böyük hissəsi böyüyün kiçik hissəsinə bərabərdir. B ədədini 15-ə bərabər götürək. Onda belə yazırıq. 0,3A bərabərdir 0,4 vurulsun 15. 0,3A bərabərdir 6, A bərabərdir 20-yə. 6 bölünsün 0,3, sürət və məxrəci ona vursaq, 60 bölünsün 3, o da bərabərdir 20. Deməli, A ədədi 20-dir, B ədədi də 15-dir. Onların fərqinin modulunu istəyir. Fərqinin modulu bərabərdir 20 çıxılsın 15, bu da bərabərdir 5-ə. Düzgün cavabımız 5. 17-ci sual. 2 müsbət ədəddən birinin 20%, A ədədinin 20%, 0,2A, digərinin 35%-nə bərabərdir. 0,35 B-yə bərabərdir. Kiçik ədəd 60 olarsa, diqqətlə baxsaq, kiçik ədədin böyük hissəsi götürülüb. Böyük ədədin kiçik hissəsi bir-birinə bərabər götürülüb. Deməli, B-yə biz 60 desək, 0,2A bərabərdir 0,35 vur 60. A bərabərdir 0,35 vur 60 bölünsün 0,2. Sürəti də məxrəci də 100-ə vursaq, A bərabərdir. Məxrəcdə olur 20, sürətdə olur 35 vur 60. İxtisarımızı aparsaq, A bərabərdir 105-ə. Onların cəmini istəyir. A plus B bərabərdir 105 plus 60. O da verir bizə 165. Düzgün cavabımız 165. 18-ci sual.
12% ilə 2%-nin fərqi 50 olan ədədin 50%-ni tapın. Deyək, hər hansı bir A ədədidir. A ədədinin 12%-i 0,12A. A ədədinin 2%-i 0,2A. Onların fərqi deyir 50-dir. Bunların fərqi verəcəkdir bizə 0,1A bərabərdir 50. A bərabərdir 50 bölünsün 0,1. O da verir bizə sürət və məxrəci 10-a vursam 500 bölünsün 1. O da verir bizə 500. A ədədinin deyir 50%-ni tapın. 500-ün də 50%-ni tapmaq üçün onu yarıya bölürük. O da verir bizə 250. Düzgün cavabımız 250. 19-cu sual 20% ilə deyək ki, bir A ədədidir. A ədədinin 20%-i 0,2A, 30%-nin cəmi 0,3A, 100 olan ədədin toplasaq 0,5A bərabərdir 100. A bərabərdir 100 bölünsün 0,5. O da bərabərdir 1000 bölünsün 5. O da verir bizə 200. Deyir, bu 200 ədədinin 25%-ni tapın. 200-ü vururuq 25-ə, bölürük 100-ə, verir bizə 50. Yaxud da ki, 4-dən 1 hissəsi düşür də 25%. Düzgün cavabımız 50. 20-ci sual. A-nın B-yə nisbəti bərabərdir 3-ün 5-ə. A-nın C-yə nisbəti bərabərdir 1-in 4-ə. İlk ikisinə baxaq. Burada A 3K-dır. Birinci kəsirdə. B 5K-dır. Digərində A 1K-dır. C 4K-dır. Mən burada A-ları bərabərləşdirəcəm. A 3K-dır, burada K-dır. Deməli, mən ikinci ifadənin hər birini 3-ə vuracam. Bu eləyəcəkdir 12K. Sonra, üçüncü kəsirdə yazsaq, C-nin D-yə nisbəti 3-ün 2-yədir. Burada C 12K bölünsün D bərabərdir 2-nin 3-ə. İxtisarlarımızı aparsaq, verir bizə D bərabərdir 8K. D-ni tapdıq. C-ni tapmışıq, A-nı tapmışıq, B-ni tapmışıq. Deyir ki, D ədədi B ədədindən neçə faiz çoxdur? D, B-dən. Buranı bir silək. D 8K-dır. Bax, dən dedikdə məxrəcə. Deyir, D, B-dən. B-ni məxrəcə. Surətə isə fərqi yazıram. Fərq, sonra faiz nisbətini də 100-ə vuracam. Bərabərdir. Fərq deyəndə D, B-dən deyir. D çıxılsın B, bölünsün B, vurulsun 100%. Gətirək verilənləri yerinə yazaq. D 8K, çıxılsın B 5K, B də 5K-dır. Vurulsun 100%. Bərabərdir. 3K, 5K vurulsun 100%. Bərabərdir. 5 ilə 100 ixtisar getdi, K'lar getdi. Verir bizə 60%. Düzgün cavabımız 60.